Salam aleykum əziz müsəlman, bacı və qardaşlar, hər birinizi məntiq dərsimizin ikinci hissəsində xoş gördük. Və mühüm bir nüansa da toxunmaq istəyirəm. Ərəbcə oxuduğumuz mətndən sonra qeyd etdiyimiz Azərbaycanca hissələr heç də ərəbcə mətnin 100% bədihi tərcüməsi deyildir. Belə düşündük ki, bədihi və hərif-bərif olan tərcümə başa düşməkdə və anlamaq istəyəndə bu elmə yeni başlayan qardaşlarımız üçün biraz çətinlik yaradar. Bu səbəbdən də verdiyim şərhlər öz dilimlə bacardığım qədər sadələşdirib və müəyyən başqa digər şərhlərə müraciət edərək sizə çatdırmaq istədiyim öz sözlərimdən ibarətdir. Keçən dərsimizdə məntiq elminə olan ehtiyacımızdan danışdıq ki, niyə məntiq elmini öyrənməliyik? Bugün də məntiq elminin tərifindən danışacağıq ki, görək məntiq elmi nədir və bu tərifi içində gedən sözlərə ətraflı şəkildə baxıb anlamağa çalışacağıq. Allah mütəalın izni ilə. Bismillahirrahmanirrahim. Tərifu ilmil məntiq. Məntiq elminin tərifi. وَلِذَٰلِكَ عَرَّفُوا عِلْمَ الْمَنْطِقِ بِأَنَّهُ آلَةٌ قَانُونِيَّةٌ تَعْصِمُ مُرَاعَاتُهَا الذِّهْنَ عَنِ الْخَطَأِ فِي الْفِكْرِ. Fikirləşərkən qaydalarına riayət etməklə zehni xətadan qoruyan qanuni alət. Bu 4 bənddə baxdığımız tərifin hər bir bəndini diqqətlə yaxından tanış olaq və anlayaq. Bu bəndlərdən ikisini, yəni qaydalarına riayət etməklə və qanuni alət hissəsini Şeyx Müzəffər özü izah edib, digər iki hissə fikirləşərkən və zehn hissəsinə də indi biz baxıb tanış olacaq. Fikirləşərkən fikir keçən dərsdə dedik ki, nədir? Zehində hazır olan bilinənlərdən tapmaq istədiyimiz bilinməyənlərə doğru bizi çatdıran əqli əməliyyatdır. Bunu misalında vurduq, ətraflı izahda etdik. Demək, zehnimizdə hazır olan məlumatlardan bilmək istədiyimiz bilinməyənə bizi çatdıran əqli əməliyyat zamanı qaydalarına riayət etməklə zehni xətadan qoruyan alət. Yaxşı, ikinci hissədə dediyi nədir? Qaydalarına riayət etməklə sözü. İndi baxaq, Şeyx Müzəffər nə deyir? Fənzur ilə kəliməti muraqatiha. Tərifdəki qaydalarına riayət etməklə sözünə diqqət yetir. Fəleysə kullu mən təalləməl məntiqə usimə anil xətai fil fikr. Heç də belə deyil ki, bütün məntiq elmini öyrənənlər zehində düşüncə prosesi zamanı xətadan uzaq olsunlar. Necə ki, biz keçən dərsdə də buna bənzər bir müqəddimə vurmuşduq. Yəni, ümumiyyətlə, tərifdə qaydalarına riayət etməklə sözünü biz çıxartsaq, tərif belə olacaq. Fikirləşərkən zehni xətadan qoruyan qanuni alət. Yaxşı, qaydalarına riayət etməklə götürdük. Nə dəyişdik ki? Burada nə problem var? Burada bu problem yaranır ki, demək kimsə bu elmi öyrənsə, amma qaydalarını öz bu əməliyyat ki, qeyd etdiyi fikirləşmək nə idi? Bilinənlərdən bizi bilmək istədiyimiz bilinməyənlərə doğru aparan bir əqli əməliyyat idi. Bu əməliyyat zamanı biz qaydalara riayət etməsək, yenə də əvvəlki kimi düşüncələrimizdə xətaya yol verməyə davam edəcəyik. Demək ki, qaydalarına riayət etmək çox mühümdür və bizi əsl xətadan zehnimizi qoruyan şey də məhz bu qaydalara riayət etməkdir. Necə ki, indi ardınca şeyx buyurur. Kəma ənəhu leysə kullu mən təalləmən nəhvə asimə anil xəta fil lisən. Necə ki, bütün qrammatik elmini öyrənən insanlar öz danışıqlarında xətaya yol verməkdən qorunmayıblar. Yəni, xətaya yol verirlər. Və buna sadə bir misal vuraq. Oturdum Azərbaycan dili dərsində, müəllim dərsdə dedi ki, köməkçi nitq hissələrindən bağlayıcı sözlərimiz var. Onlardan biri də vədir. Cümlədə işlənən həmcins üzvlərin arasında yalnız ən axırıncının bir dənə əvvəlində vəni işlətmək olar. Məsələn, deyə bilərəm ki, bazara getdim, kartof, pomidor, badımcan və alma aldım.
yalnız ən axırıncı həmçinin sözü. Yəni almadan bir dənə əvvəl və sözünü işlədə bilərəm. Amma indi mən bunu öyrəndim. Amma gəldim, indi evdə soruşurlar ki, nə etmişdin, nə aldın? Yəni ki, bazara getdim, kartof və pomidor və badımcan və alma aldım. Bütün həmçinin üzvlərin arasında və işlətdim. Bu mənim bu şey bilməməyim mənasında deyil. Bu bilməyimə baxmayaraq qaydalarına riayət etməməyimdir ki, məni danışıqda xətaya vadar etdi. Və qaydalara riayət etmədən qrammatika elminin əslində mənim danışığımda elə də bir rol oynamadığını biz müşahidə edirik. Və ardıca buyurur: Bəl la buddə min mura'atil qavaidi və mulahazatiha indəl hacəti liyu'səmə aqluhu əv lisanuhu. Əksinə vacibdir ki, insan dilini və ağlını xətalardan qorumaq üçün ehtiyac olduğu zaman bu qaydalardan istifadə etsin. Və qaydalara riayət etmək necə də müstəsna rol oynayır ki, bu oxuduğumuz elm faydalı olsun və boş bir iş olmasın. Əl-məntiqu alətun. Məntiq alətdir. Dedik ki, məntiqin tərifində fikirləşərkən qaydalarına riayət etməklə zehni xətadan qoruyan qanuni alət. Qanuni alətdən əvvəl burada zehnin qeydini vurduq. Görək zehin nədir? Zehin insanın bütün bildiklərinin, məlumatlarının toplandığı bir yerdir. Buna sadə dillə belə tərif verə bilərik. İnsanın bildiyi məlumatlar, yəni xaricdən aldığı elmlər, biliklər iki cür olur. Bir dəfə xarici olur, bir dəfə daxili olur. Yəni xarici hisslərlə əldə edilən biliklər, daxili hisslərlə əldə edilən elmlər. Xarici hisslərimiz 5 dənədir. Bunu hamımız bilirik. Toxunmaqla əldə etdiyimiz hiss etmək, iyi bilmə hissimiz, dad bilmə hissimiz, eşitmə hissimiz və görmə hissimiz. Bu 5 dənə vasitəsilə biz xaricdən məlumatları alırıq və bunlar zehnimizdə toplanırlar. Bir də bizim daxili hisslərimiz var. Daxili hisslərimiz də məsələn xəyal qüvvəmiz, hansı ki bunu biz bu bayaq sardığımız xarici 5 qüvvə ilə birbaşa əldə etməmişik. Əksinə o 5 qüvvədən müəyyən şeyləri birləşdirərək zehnimizdə qurduğumuz və yaxud da quraşdırdığımız müəyyən məlumatlar ola bilər ki, bunlar da zehnimizdə toplanırlar. Və daxili qüvvələrdən insanın qüvvətül vahimə adlandırdığımız, hansı ki, gələn dərsdə ətraflı haqqında danışacağıq. İnsanın, məsələn, oğlun atasına olan məhəbbəti kimi miqdarı və həcmi olmayan şeylərdir. İnsanın öz düşməninə olan nifrəti kimi, ananın oğluna olan sevgisi kimi, oğlun anasına olan məhəbbəti kimi, bunlar da adlanır daxili hisslər və bu ikisi bir yerdə toplanır bizim zehnimizdə. Dedik ki, xətalardan qoruyan qanuni alət. Yaxşı, niyə alət dedi məntiqə? İndi onun izahını verir. Vənzur ilə kəliməti alə. Tərifdəki alət sözünə bax. Və təəmməl mə'nəha və mənasını dərindən biraz düşün. Fətə'rifə ennəl məntiqə İnnəmə huvə min qismil ulumil aliyyə. Bunda görəcəksən və biləcəksən biraz dərindən düşünəndə ki, məntiq özü-özündə əsli elm deyil. Məntiq alət elmləri qrupuna aiddir. Bizim əsli elmlərimiz var və alət elmlərimiz var. İndi isə izah eləyəcək. Bunların fərqi nədədir? Əlləti tustəxdəmu li husuli qayə. Alət elmlər o elmlərdir ki, bir hədəfə çatmaq üçün istifadə olunurlar. Bir hədəfə çatmaq üçün biz bu alət elmlərdən istifadə edirik. Hiyə qeyru ma'rifəti nəfsil məsailil ilm. Bu heç də əsli elmlərin öz məsələlərini bilmək demək deyil. Yəni əsli məntiq, məsələn, mən məntiq vasitəsilə fəlsəfəni yaxşı başa düşürəmsə, bu mənim məntiqi öyrənməklə fəlsəfəni öyrənməyim demək deyil. Yəni, məntiq bilməyim, fəlsəfə bilməyim demək deyil. Əksinə, məntiq bilməyim, fəlsəfəni öyrənməkdə zehnimin daha az xətaya yol verməsinə kömək etməsi üçündür və yaxud da zehnimi xətalı düşüncələrdən qorumaq üçündür. Necə ki, fəlsəfə bütün elmlərə aiddir ki, məntiq
bütün elmlərdə zehnimizi, fikirlərimizdə xəta etməkdən bizi qoruyur. Fəhuvə yətəkəffəlu bəyanət turuqil ammətis sahihəti əlləti yətəvəssəlu bihəl fikru iləl həqaiqil məchhulə. Və məntiq elmi bizə ümumi düzgün yolları göstərir, bəyan edir. Hansı ki biz onun vasitəsi, fikrimiz onun vasitəsilə bilmək istədiyimiz bilinməyən həqiqətlərə çatır. Kəma yebhəsu ilmul cəbr. Necə ki cəbr elmi an turuqi həllil muadəlat əlləti biha yətəvəssəlul riyaziyyu iləl məchulatil hesabiyyə. Necə ki cəbr elmi vasitəsilə riyaziyyatçı hesabi məsələlərdə çatmaq istədiyi bilmədiklərinə çata bilir. Yəni cəbirdən istifadə edir ki, riyaziyyatda ona qaranlıq qalan məsələlərin həll edə bilsin və onların cavabına çata bilsin. Və bəyanun əvdah. Daha açıq bir izahla desək. İlmul məntiq yuallimukəl qəvaidəl ammətə. Təfkir-i səhih. Məntiq elmi sənə ümumi qaydaları öyrənir, düzgün düşünmək üçün. Hətta yettəcihə zihnukə iləl əfkaris səhihəti fi cəmi'il ulum. Hətta sənin fikirlərin bütün elmlərdə düzgün yola tərəf yönəlsin. Bütün elmlərdə sən fikirlərində xətaya yol verməyəsən və düzgün düşünə biləsən. Və yuallimukə على أي هيئة وترتيب فكري تنتقل من الصور الحاضرة في ذهنك إلى أمور الغائبة عنك. Hansı heyətlərlə və hansı fikri tərtiblərlə zehnimizdə hazır olan surətlərdən, yəni bayaq dediyimiz bilinənlərdən tapmaq istədiyimiz və bizdən qayib olan, yəni bilmədiyimiz şeylərə gəlib çata bilərik. Bizə məntiq elmi bunu öyrədir. Heyətlər və tərtiblər barəsində geniş şəkildə inşallah ki mövzusu çatanda danışacağıq və ətraflı məlumat verəcəyik. وَلِذَا سَمُّوا هَذِهِ الْعِلْمَ الْمِيزَانِ وَالْمِعْيَارِ مِنَ الْوَزْنِ وَالْعِيَارِ. Bu səbəbdən də bəzi məntiqçilər öz məntiq kitablarını və yaxud da məntiq elmi üçün yazmış olduqları əsərləri meyar və mizan, yəni tərəzi və ölçü sözündən olan meyar kəlmələri ilə adlandırmışdılar. وَسَمُّوهُ بِأَنَّهُ خَادِمُ الْعُلُومِ. Və onu elmlərin xadimi adlandırıblar. Hətta ilmil cəbrəl-ləzi şubbihə həzəl-ilmu bih. Hətta cəbr elminin özü üçün də məntiq elmi xadim elmdir. Cəbr elminin özü məntiq elminə alət elm kimi olmasının cəhətindən bənzəsə belə, məntiq elmi cəbr elmində fikirlərimizi xətadan qoruyaraq və onu daha yaxşı anlamamıza kömək edərək onun da xadimi rolu oynayır. Yəni onun üçün də alət elmidir. Yertekizu hallu mesailihi və qadayahu aleyh. İnsanı onun məsələlərini və qəziyyələrini həll etməkdə daha da diqqətli edir. فَلَا بُدَّ لِطَالِبِ هَذِهِ الْعِلْمِ مِنْ إِسْتِعْمَالِ التَّمْرِينَاتِ لِهَذِهِ الْأَدَاةِ وَإِجْرَاءِ عَمَلِيَّتِهَا فِي الْأَثْنَاءِ الدَّرَاسَةِ شَأْنَ الْعُلُومِ الرِّيَاضِيَّةِ وَالتَّبِيعِيَّةِ. Necə ki riyaziyyat və təbiət elmlərində insan o elmləri öyrəndikcə onu dərs zamanı məsələlərini tətbiq etməlidir. Eyni cürə məntiq elmi də belədir. Gərək məntiq elmində də öyrəndiyimiz bu məntiqi qaydaları, ümumi yollar hansı ki bizi düzgün düşüncəyə gətirib çıxardır, bunu dərs zamanı da tələbə tətbiq etsin. Bu elmin tapşırıqları ilə də məşğul olsun. Bəli, bura qədər biz gəldik, məntiq elminin tərifi ilə tanış olduq. Bir daha tərifi gözdən keçirdək. Fikirləşərkən
qaydalarına riayət etməklə zehni xətadan qoruyan qanuni alət. Və biz bu 4 qismlə də tanış olduq. Niyə alət deyildi? Niyə qaydalarına riayət etmək bu qədər mühümdür? Fikirləşmək nədir? Fikir nədir? Və zehn nədir? Tərifin bu 4 bəndi ilə tanış olduq və Allahın izni ilə inşallah ki, bizə qaranlıq bir yer qalmamalıdır. Dərslərlə bağlı hər hansısa bir qaranlıq hissə qalarsa və yaxud da izahımda hər hansısa bir nöqsanlar görsəniz və yaxud da dərslə bağlı maraqlı irad və təklifləriniz olarsa, bunları şərh hissəsində mütləq qeyd edin ki, biz də bunun vasitəsilə həm sizlərə daha faydalı xidmət edə bilək, həm də başa düşməyimizi, anlamamızı daha da genişləndirə bilək. Vəssalamu aleykum və rəhmətullah və barakatuh.